Bilirsən dünyada nə qədər uşaq atası anası böyümür. Bilirəm, bəddi harda bir yaxşı ailə var, tərbiyəli ailə var, gəlir onları tapır da. Ay bir sıxır. Neynim sıxır? Neynim? İndi onun yeridir. Bir insan əlacsız vəziyyətə düşüb qətl törətməyə vadar edilirsə, Bu suala cavab vermək üçün əvvəlcə məcburiyyət və seçim anlayışları arasındakı fərqi əldə etmək lazımdır. Nə qədər özürlü səbəb olsa belə qətl cəzasız qaldırılır. Məhkəmədə özünə əl qatmışdın ki, uşaqlar sənin himayənə keçsin. Qardaşımın balaları da ürəyim yanır. Bacarırsan bir cəmiyyətinə gəl qabağa. Özümü də yandıraram evdə. Ata, evə haçan gələcəksən? Gələrəm mən bax. Biraz keçsin gələcəm. Necə də arıqlamsan. Gözlərim qalıb. Orada istibadlar getirmişəm sənin üçün. Toxuram. Yemeği yiyebilirsən buranın. Yaxşıdır, hər şey yaxşıdır. Don məhkum getirdim sənin üçün qazancını. Mənə görə narahat olma. Verəcəklərsə orada qatıq da getirmişdim. Sabıra, hər şey yaxşıdır. Şüşə bankada qoymurlar da sən demə. Öz üzrə müğayət ol. Sən necəsən? sağ ol at. Sən necəsən əsas? Yaxşı. Dərsləri necə? Yaxşı həmişək. Yaxşı hazırlaşırsan. Hə, bacarar. Üzrə nə olur bu? Heç yıxılmışam. Yalan deyirsən. Yıxılıb ölənib. Qışıda kiminlə sıdalaşıb. Bütün gecə ağrıyıb. Qədər sözümə qulaq asmırdı inəndə ona. Qulaq asmır Yaxşı, mənim götürmət baba, Safira. Elə, heç nə olmaz, keçib gedər. Əsas odur ki, nə eləyirsən elə, amma heç vaxt yalan danışma. Bu ağrı boş şeydi ata. Ən pis oldu ki, birini xəstəlik ağrılarından xilas eləyib, başqalarına min illik ağrı verəsin.
Çakal Kadir, vaxt bitti. İçeride niye söyleşmiştin? Filmdi de. Hadiseler de 100 yıl evvela aitti. Bilirəm. Amma erkən nikah, az yaşlı qızların ərə verilməsi mənim həssas yerimdə axı. Uydurma da olsa pis təsir eləyir mənə. Məktubatdakı kimi. Hə, təxmini o cür. O filmə baxanda da o keçələ əsəbləşirəm. Halbuki oradakı hadisələr də 100 il əvvəl olmuşdu. Yazıq məktubat. Yazıq niyə olur ki? Bax, filmdə bəlkə də yeganə müsbət qəhrəman elə odur. Yalan danışmır, heç kimi aldatmır, verdiyi sözün üstündə dayanır. Amma nədənsə hamı onu mənfi qəhrəman kimi görmək istəyir. Mübahisəli mövzudur. Mübahisəli niyə olur? Həmin dövrün qayda qanununa uyğun evlənmək istəyir, hamı da onu alladır. Buna bax, körardan ara gəlib çıxdı. Nə erkən nikahın, nə də yaşın bizə aidiyyatı yoxdur. Mən səndən cəmi 2 yaş böyüyəm. Hə? Sevinç. Sevirsən məni? Bu nə sualdır? Əlbəttə sevirəm. Sevmirəm deyənə qədər keçərlidir. Bəs yaxşı, onda niyə hər dəfə mövzu bizim elçiliyə gələndə söhbəti dəyişirsən? Deyirəm, bəlkə heç məndən ailə həyatı qurmaq istəmirsən. Əzizim, mən bunu səndən də çox istəyirəm. Düzdür, elçilik söhbətini biraz yubatmışam. Amma tələsmək istəmirdim. Həm də biraz işlərim var idi. Həmişə kimi bəhanədir. Bilirsən necədir? Evdəkilər elə bilir ki, mən bu məsələyə qeyri-ciddi yanaşdım. Yaxşı, bəs onda bu vəziyyət nə vaxta qədər uzanacaq? Uzanmayacaq. Ciddisən? Yaxın günlərin birində də gəlsinlər. Doğrudan? Doğrudan. İnanmıram. Doğrudan deyirəm. İman olaraq Michael istər. Gəl bana gel. Gördün? Samir çempion oldu. Olsun da dostumuzdur. Mən fəxr eləyirəm ondan. Sən sevinmirsən ki? Necə yəni sevinmirəm? Mən də sevinirəm də. Sadəcə istəyirəm ki, sən də çempion olasan. İndi fikirlərim çox qarışıq. İndiyə çox ayda deyil. Ümid, başa düşürəm. Amma ki, həyat davam edir. Mən sənin yanındayam. Xəyallərin səndən başqa heç kimi yoxdur. Mən də xəyali üçün çalışıram olsun. Özün də bilirsən də mənim vəziyyətimi. Elə bilsən mən asaddır. Atanla görüşə bildin? Hə, görüşdük. Onun barəsində nə fikirdəsən? Deyəsən son vaxtlar onu başa düşməyə başlamışım. Anam təzə rəhmətə gedəndə ona nifrət eləyirdim. Amma vaxt keçdikcə onu başa düşməyə başladım.
Nə dəyişdi ki? Özümü onun yerinə qoydum. Gec də olsa başa düşdüm ki, o anamın xilas olması üçün bunu eləmişdi. Eləməsəydi bəyəm yaxşı olacaqdı. Atam üçün çox darıxıram. Onsuz özümü çox tək tənha hiss eləyirəm. Onsuz həyat məni çox sıxır. İndi xəyallərin tək ümidi mənəm. Amma mənim isə indi heç nəyə ümidim yoxdur. Bəs bibin, xalan? Ata-ananı heç kim əvəz eləyə bilməz, heç kim. Mənim də nə anam var, nə də atam da. Mən elə deməzdim Ümid. Sənin bibin, xalan, xəyalən var. Dostlarım var yanında. Mən də varam. Get düşək. Səndə qal. Oyna. Varım. Yüz mənim, yüz də qaqaşın yerinə. Baxın. Yat. Dur. Aç. 28. Zibil. Ama buradan yüzü götürürəm, sekan puludur. Bugün ne oldu mənə? Səhərdən əlimi gətirmir. Sən də gətirmir, amma mən də gətirir. Cavad, bəlkə biraz da borc verəsən mənə. Mən revanş istəyirəm. Ha, nəyi var? Başım qaçıbsan. O gün kimi? Nəmi? Bu da min. Nə qədər elədin? 4.000. 4.000 borcun var. Məndən elə borcu pul istəyirsən? 3 gün həll eləyəcəm də bunu. Dünən söz dedim axı sənə. İndi duzluğumu qaytarmalıyam ya yox. Yəni çox yox yəni 500 versən bəs eləyir. Adam kimi dili başa düşmürsən sən. Oyun bitdi, sən uca tavandasan. Ondan qabaq 1000, sonra 2000, nə qədər elədi? Hayır, 3.000. Bu da 1000. 4.000. Tərpənsən. Birisi gün gəlirsən, 4.000 puluna. Başa düşdün? Başa düşmədim hə? Nədir? Tavanı tuzdurmuşsunuz məni? Sən deyəsən adam kimi dili başa düşmürsən hə? Deyildi birisi gün, deməli birisi gün. Getdin! Başa düşdüm.
Amma bəlkə haqsızlıq oldu. Haqsızlıq olmalıdır çünki. Taxıllıq səkanlar var da. Bir dəqiqə Neftçi də oynayır ha. Təzə transferlər öz sözünü deyir. Görək nə olacaq. Ha, bax, qəşəng oynayır. Keçən səfər şöbə baxdı. Buldu oradan baxdı. Ay, Malış. Hardan gəlsən gecə vaxtı? Evet ya. Tulun zadım var. Böyle bir şey. Oo. Tulun zadım var. Böyle bir şey. Oo. Aa, Hüseyin pişi. Ara böyle. Açar ver. Başa düşmedim. Neye boşa düşmedin? Ərəb dilində deyir ha? Açarı ver bana. Savat. Kardeş ben ne vaxt dediğimi eləməmişəm. Ama sen ne vaxt dediği verəmsən, açarı ver bana. İndi onun sağıyla. Müqeyyət ol özündən. Oğlum. Orada deyirsən daha oluyor. Bak. Arsa! Alo! Neyini için? Ay. Arsa ne olur? Dur ayağa. Dur bak fotoğrafını alayım sana. Dur arkadaş. Dur. Diyeceğim. Dur. Vay. Aşağı yersin. Burada kalarsan da kardeş. Hə, burada qalıram yaxında. Tanıyırsan o uşağı var. Yox. Burada keçədə sataşdılar. Yuvan. Yoxdur. Benim adım Cavad. Uygar. Bu da halam oğlum. Mən də Ümid. Ötür hala oğlu, ötür. Üstü başını da çıpsın, əlicini də yusun. Bunu Özüm deyirəm. Hala özün gelsin, gidin fasonuna baxın. Gəl görüm qeydə mən sən yola salsın. Gəl, məzələn. Yapsın. Hadi. Azizim sen ha? Gel bir daha. Bak iki de nerede dur gel. Ne var ki bu? Nə hansı yazırsan? Bunu. Aha, yaza biləcəksən? Hə. Afərin yaz baxın. Nick. Bu ne gündü ay bana? Ne oldu sana? Nə oldu? Kim eləyib bunu? Atlara görün. Cevap ver de, dalaşmışsan, he? Dalaşmışsan. Bu dəqiqə polisə zəng vururam. Sen görün. Ne polis almışsan? Nə olub da axı da? Kim eləyib bunu? Heç nə olmayıb da, öz işimdə özüm bilirəm. Necə yəni özüm bilirəm? Sən öz başına zatsan? Ay yok be, den görün. Buyur bakın görün. Sen, benim reyim yanımdan. Bu benim terbiyesiz. Harda gəzirsən? Hə? Bu saatda sənin küçədə nə işin var axı? Kimlərə qoşulmusan? Mən heç kimin hesabat verəsi deyiləm. Verməlisən. Bu evdə yaşayırsansa, bu evin çörəyini yeyirsənsə, hesabat da verəcəksən. Bu nə sifətdir? Sağ belə gedəcəksən məktəbə? Mən sabah məktəbə getmirəm. Hörmətli bibi və xala, mən sabah məktəbə getmirəm. Qaqaş. Yo, yaxşı başlamısan. Axırın belə getsə, heç yaxşı görmürəm səni. Neynək? Axırda atası kimi bunu da elə. Ne kimi? Atası kimi ne? Ne atası kimi?
Ne bir şey olan kimi benim kardeşimin adını hallandırırsan burada. Nədir? Uşaqların yanında ağzına geleni danışma. Yalan deyirəm, hə? Bak day sen ahirede bak sen ahırın şefetinde. Benim kardeşim hakkında böyle danışmağa senin hiçbir hakkın yoktu. Ben beğen senin o bacın hakkında bir söz danışıram, ha? Mənim bacımın adını çəkənin dilini kəsərəm. Benim dilimi kesen hele bu dünyaya gelmeyip, gelmeyecek de. Safura, bəsdir. Neye bestin, neye bestin? Sen özür bestin yine. Buna bak, yarı bakımsan benim atamın evinde hani bir mənimle dava verirsən, ha? Aton evi deyil, Pəri. heç oturmaram. Artıq məni boğaza yığmısan, uşaqların da tərbiyəsi pozulur. Ben bozuram uşaqların tərbiyesini. Sen gelirsen bu evde dava salırsan. Eğer senin o yarımcan bacın olmasaydı, benim kardeşim de indi türmelerde çürümezdi. Bacımın adını çəkmə. Çekerim ayağında keserim. Ben sen benim kardeşim bedbaht kardeşimin adını çekebilirsen, ha? Çekebilirsen. Safura yeter. Neye yeter? Neye yeter boğaza yığmışsan beni? Necime boğaza yığmışsan? Gelirsen bu eve bacının uşaqları için gelirsen de benim evimi yığıştırmaya gelirsen, beni oraya pişirmeye gelirsen yok. Bacının uşaqlarının yanına gelirsen de. Bu da benim yaxşılığım. Yaxşılığım, bəs mən pislik eləyirəm. Mən də o tipillərə baxıram da. Atmışam evimi, eşiyimi, gəlmişəm bura. Mən də evimi eşimi atmışam da Safura. Mən bilmirəm dayı sənə nə deyim. Mən bilmirəm sənə nə deyim Necimə. Sən dayı məni dəli eləmişsən bu evin içində. O tərəfdən də uşaqlar mən bilmirəm. Axırda özümə saçam vallahi, saçam özümə. Evet. Əli bir yığışdır. Ne oldu bala? Sən mənim nə demək istədiyimi çox yaxşı başa düşdün. Yerimi səhv salmışsan deyəsən. Sən özünü kim bu günə qoy bala? Xoşun gəldisən, mən də səni belə bəzəyə bilərəm. Dur keç yerimi. Köylü. Uşaqlar, Sevinç müəllimə gəlir. Nə yığıncaqda elə? Keçin yerinizə. Ağlayır. Sən heç vermə. Əslində mənim yerim bu gözəl xanımın yanındadır. Kamran az danış. Çıx lövhəyə. Hə, dərsimiz mürəkkəb efirlər. Danış. Mürəkkəb efirlər... Sən heç vermə. Hərdən hər şey mürəkkəbləşir. Məsələn, bir uşaq olur, varlı liseye gedib gəlir. Sonra söhbət mürəkkəbləşir, onu o boyda liseydən gətirirlər adi məktəblərdən birinə. Təlxəyli eləmə, dərsi danış. Ona danışıram da. Ya düzəməlli dərsi danış, ya da sənə 2 yazıram. Mürəkkəb efirlər əslində mürəkkəb efirlər sadə efirin daha qəliz versiyasıdır. Mürəkkəb yəni sadə. Sadə isə Saxla, çıx çölə. Eşitmirsən, deyirəm çıx çölə. Bir nəzərsən ay bir. Ağaç çay ləzzətliydi, yarı istəyər. Allah sana var. Sen beşleri apar. Başına koy. Sonra gel babamın içine. Karar alacak 770. Həm vəsf ol.
Verəcək də pul nə olur, qapını. Bilmiyim ya, mən də çörək pulundan çıxıram. Sonra pulun çıxır deyəndə nə iş görürsən, arabacısan da. Gözünə düşsən. Nereye zaten? Həmişə kimi alçaldırlar. Arabaçıyam da, obru deyiləm. Yaxşı, səbirli olun. Ya gelip buradan gelip o tarafı. Narda var orada. Yavaş yavaş sen. İstəyirəm da, nar da istəyirəm. Tələsirsən elə hər şeyi. Yox, tələsmirəm. Bunlarda 3 manat 50 gətir. Bahadır. Hara alırsan bunları sen? Olur. Bu neçə? Bu gül öşədir. Bu gülöşə neçədir? Görsən deyirəm, nə mən sənə? Ha, bax. Üzüm var, üzüm deyən soruşur. Deməyə sözüm... Salam. Üzüm neçədir? Üzüm 3 manat efendim. Baha deyir, yaman bahadır. Çox bahadır. O bayan şiri üzümüdür. Bundan yaxşı çaxır çıxır. Ha, bravo. Siz satıcılar onsuz da bizi tərəzidə alladırsınız. Ya bunda da mənə alladanmazsan ki. Düzdə bayankirədən yaxşı çaxır çıxır. Amma yaz, ən yaxşı çaxır növü Hindovni bir də gəlin var mağada. Hindovni. Gəl. Üzüm arağı yoxundur. Yoxdur ya. Gəl, vaxt var səndə. Sənə çaxır üçün üzüm lazımdır, ya süfrəyə qoymaq üzüm lazımdır. Elə soruşdum. Hiç öyle değil. Turşular. Alacağıq, mütləq alacağıq. Lənkəran turşular. Şimdi 1 kilo zəhmət olmuş alma verərsən. Bağışla xanım, bağışla. Bir alma neçədir? 3 manat. 3 manat. Bir dənə götürüm də dadına baxın. Ha, götür. Hala. Salam aleyküm, hoş geldin. Yaxşıdır, gəldi. Pulum yok. Alışın alma. Pomidor çox alma, lazımdır pomidor. Yox. Böyle bahadır bunlar, çok bahadır. Yeyilmir. Bahadır, bu neçədir? Neçədir bu? 4 manat. Yox, görsün. Dur, bahadır ha. Kendi yaparım. Yox. Gedək qabağa baxaq, gəl qabağa baxaq. Meyvə al, almağını meyvə alma. Mütləq, meyvəsiz stol olar səndə. Neçədir almalar? Almalar 1.50-yə 200. Bu yaxşıdır ki. Pis deyil, yox, yaxşıdır. Axırda alarıq meyvəni. Hadi sana axtarın xanım ol. Əysən xanım oldu. Niyə keyfi pozsun? O həyatda hər şey olur da qaqaşı. Bana da qardeşim sana verəcək. Bax, 1, 2, 3, 10. Bunu gəl ya. Unutma. Bu nədir? Sana Allah düşünürdüm. Tut, tut. Tut. Bu onda ki, saxlayam özünü sigaret alacağım, yaxşı. Hava elə. Bunu da ki, şeylə, yox eləyəsin. Ver de ben geldim. Vüqar, böyük işləri geçmək lazımdır. Bu xırda-xırış işlərdən işdən çıxmaq. Nə məsəlsin qardaş, nə nəzərdə tutursan? Böyük müştərilərlə oynamaq lazımdır. Böyük müştərilərlə oynasaq, böyük pullar qazanacaq. Deyirəm bəlkə böyük bir dənə mərci oyunu quraq. Kazino, onlayn, kompüterlər nəsə, yaxşı pul var. Risk deyil, bratka. Bizə şey eləməliyik ki, heç kim şübhələnməsin bu işdən. Kazinodur, mazinodur, bunlar gözə girən şeylərdir. Biz
Domino, nerd. O belə şeylərlə baş qatmalıyıq. Nə deyirəm, bəyənmirsən, Murat. Las, qoca planından nə xəbər var? Qüvvət. Haradasan, Allah öldü. Allah neyini, qala? Bazarda millət əlindən tərpənmək olmurdu. Bir-birini də gördüm, salam duası var üstə. Nə var, bu? Xanım, o qablar haradadır? O iki sınıf yumru qoymuşdun da. Ha, deyəm. Ha, doğrudan hə. Qocanın planı qüvvədədir. Salamatçı. Mənim ayım gedirək. Səncə alınacaq? Olmalıdır. İşləyir üzərində. Nə alın? Ne almalı ya Avrupa? Qarabağda uduzdu. Dayıma. Amma yaxşı oynayırlar. Əlbəttə ki, yaxşı oynayırdılar. Amma uduzdular da. Yaxşı olar mənə elə gəlir. Əlbəttə ki, yaxşı olar. Qurban elə belə məşqçidir. O bizi sevindirəcək. Elə də. Elə. Səməndər müəllim, Habra gəlməyimizin məqsədi sizə məlumdur. Bir el misalı var, deyir ki, könül sevən göysək olar. Yəni bizim qıda sizin qızı sevir. Sizin qızınız da bizim qıdanı sevir. Qarşılıqlı bir sevgi var. Gəlin bu məclisə xeyir dua verin, məclisimizi başlayaq. Nə deyirəm ki, Allah xoşbəxt eləsin. Amin, amin, amin. Belə ləhcəniz, danışınız mənə şirin gəldi. Hansı bölgədənsiz? Qaxın Sarıbaş kəndindənəm. Ay, nə gözəl, nə gözəl. Mənim dədə-baba yurdumdur. Orada bizim evlərimiz də var. Mən çoxdandır gəlib şəhərdə yaşayıram. Laf yaxşı, laf yaxşı. Bu sülülü Sarıbaşda yaxşı pişirirlər sülülünü ya İlisuda? Əlbəttə Sarıbaşda. Zırı sayın. Mən bir mətbəxə Buyurun, buyurun. Əlbəttə bizim kənddə yaxşı pişirirlər. Nə bilim, eşitmişəm İlisuda daha yaxşı pişirirlər. Hə, onlarda da pişirirlər. Amma bizim pişirməyimiz başqadır. Əşi, laf yaxşı. Allah hamısının canını sağ eləsin. Elə Sarıbaşda, İlisuda çox gözəl yerlər. Əlbəttə. Xeyli vaxtı onu evdə saxlamışdım. Zəruri bir vəziyyət olanda istifadə eləmək üçün.
Bugün şükürler olsun ki bura kısmet oldu. Necə deyərlər? Ay Səməndər müəllim, quru çayla iş keçməz. Qaxac ətlə şərab içərlər. Ana, nədir kızım? Sen Allah gözün atanın üstünde olsun. Birden içeri. Narahat olma canım. Ölmemişim ki hiç koyaram içsin. Alo. Hə. Bacısıyam. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ياسين والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون لقد حق القول على أكثرهم فهم لا يؤمنون إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم أنذرتهم أم لم تنذرهم لا يؤمنون إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم. Sizden bir böyük kimi xahiş edirəm. Durun gedin evimdən. Deyirəm uşaqların axırı necə olacaq? Onlara da əsəbləşir. Bir özümə də əsəbləşirəm. Sən də əsəbləşirsən. Ay gəl, filənə. Ne olur ama yetimlere kömək eləyin. Ne mesele abla ne ediyorsunuz be? Ne olur be? Mən sənin doğma bebinəm. Abalan qonum qoşayım bir sən nə deyə tüpürərlər mən. Benim pulumu almamsan. Ondan ver. Pulumu alanda getirirsən de.
Sen ne vicdansız adamsan. Bizi bugüne salan senin o yarımcan bacını Arzu